Yaxın zamanlarda Ağdamın Xıdırlı və Kəngərli kəndlərinə köç planlaşdırılır. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ASTV Xəbərə xüsusi müsahibəsində bu barədə məlumat verib. Tikilməkdə olan Ağdam şəhəri haqda da yeni xəbərimiz var. İzləyək. Artıq hər iki kənd hazırdır, tamamlama işləri gedir. Xıdırlı kəndində 719 ailə üçün nəzərdə tutulmuş böyük bir kənddir. Hətta bunun sadəcə birinci fazasıdır. Kəngərli kəndində 292 ev artıq hazırdır. Bütün qeyri-yaşayış obyektlərindən bir yerdə və kəndin bütün kommunikasiya, infrastrukturu, yolları, bütün xəttlər hamısı çəkilib. Artıq istismara hazırdır və biz tezliklə o kəndlərin sakinlərini orada gözləyirik. O ki qaldı Ağdam şəhərinin özünə. Bilirsiniz ki, Ağdam şəhərində 5 məhəllə nəzərdə tutulub. O məhəllələrdən biri artıq tikintisi başlanılıb. 66 bina artıq tikilir. Artıq beton işləri yekunlaşıb. Hörgü işləri gedir və daxili təmir işlərinə başlanılacaq. Biz oktyabr, noyabr aylarında ora köçü planlaşdırırıq. Beləliklə, Ağdam şəhərinin mərkəzi, bilirsiniz, Ağdam hardasa 2000 hektarlıq ərazini əhatə edən perspektivdə 100 min əhalini məskunlaşdıracaq bir şəhər olacaq. Ölkənin 4-cü ən böyük şəhəri olacaq. Beləliklə, biz 2026-cı ilə qədər Ağdam şəhərinə 20-25 min civarında əhalinin köçürülməsini və şəhərin mərkəzində əsas 500 hektarlıq ərazidə müxtəlif, belə deyək də, əsas infrastruktur, sosial-iqtisadi infrastruktur obyektləri, həm demək yaşayış yerləri, həm muğam mərkəzi, imarət artıq hazırdır, bilirsiniz, Cümə məscidi restavrasiya olunub, mərkəzi park, ondan sonra demək ətrafında İşğal və Zəfər muzeyi, inzibati mərkəz, xəstəxana, bir məktəb tikilib, amma biri də indi nəzərdə tutulur, o da tikiləcək. Yəni bu həyat üçün, tam mənalı həyat üçün nə tələb olunursa Ağdam şəhərində 26-cı ilin sonuna qədər artıq təmin olunacaq.